Milli Elmlər Akademiyasında isə Azərbaycan alimlərinin birinci qurultayı keçirilib. Bildirilib ki, bu qurultay müasir dünyanın qlobal çağırışları, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı, Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsidir. Qurultayda bəyannamə qəbul olunub. Azərbaycan alimlərinin birinci qurultayının iştirakçıları Fəxri Xiyabanda ümumi lider Heydər Əliyevin məzarına ziyarət ediblər. Görkəmli oftalmoloq alim Akademik Zərifə Əliyevanda xatirəsi yad olunub. Sonra Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan alimlərinin birinci qurultaya başlayıb. Qurultay Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri tərəfindən birgə təşkil olunub. Dövlət qurumlarının nümayəndələri, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbir internet üzərində canlı yayımlanıb. Qurultayda çıxış edən Milli Elmlər Akademiyasının prezidenti Akademik Akif Əlizadə ölkəmizə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışları, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı, Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. Qurultayda Prezident Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri mövzusunda məruzə ilə çıxış edən Akif Əlizadə deyib ki, elmin inkişaf tarixi bütün uğurlarımızın və nailiyyətimizin şəxsiyyət fenomeni ilə bağlı olduğunu göstərir. Qeyd edilib ki, ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə fundamental elm sistemində başlanılan islahatlar Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında məruzə ilə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov isə deyib ki, Təhsil Nazirliyinin tabeliyində məktəblərdən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərarı alınıb. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı nəticəsində ali təhsil müəssisələrində gənc alimləri yetişdirmək mümkün olacaq. İnnovativ inkişaf, müasir baxış mövzusunda məruzə ilə çıxış edən Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov bildirib ki, qurultayda müzakirə ediləcək məsələlər, burada yaranan yeni ideyalar və qəbul olunan qərarlar ölkənin elmi-texniki inkişafı strategiyasının əsasını təşkil edəcək. Tədbirdə dünya şöhrətli alim Lütfizadənin video müraciəti də təqdim olunub. Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Akademik Georgi Kvisikadze son illər Azərbaycan elminin qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Qurultayda çıxış edən akademiklər Xoşbəxt Yusufzadə, Əhliman Əmiraslanov, Urxan Ələkbərov, Tofiq Hacıyev, Vasim Məmmədəliyev, İsmail Hacıyev və digərləri Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlərdən danışıblar. Mən hər şeydən əvvəl istərdim ki, belə bir qurultayın çağırılmasına görə Respublikamızın prezidenti Heydər Əliyev siyasi kursunun ən layıqlı davamçısı Cənab Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı və təşəkkürümü bildirim ki, belə bir qurultayın çağırılmasının təşəbbüsü də ona məxsusdur və bu təşəbbüsə layiq olaraq da qurultay həyata keçirilir. Arzum budur ki, belə bir qurultay bundan sonra müntəzəm olaraq çağırılsın. Şübhəm də yoxdur ki, bu qurultay və bundan sonra çağırılacaq Azərbaycan alimlərinin qurultayları Azərbaycanda, Respublikamızda elmi inkişafına böyük təkan verəcək. Azərbaycan alimlərinin birinci qurultayının iştirakçıları adından birbaşa dövlətimizin başçısına ən səmimi minnətdarlığımı yetirirəm ki, o elmə bu qədər böyük qiymət verir. Çünki tarixçi olaraq mən çox yaxından bilirəm ki, Azərbaycan dövlətinin başçısı nə qədər böyük əhəmiyyət verir elmin inkişafına. Prezidentimizə eşq olsun ki, elmimizə bu qədər böyük qiymət verir. Biz alimlər bizim prezidentimizə minnətdarıq ki, İlham Əliyev cənabları elmə böyük diqqət ayırır. Biz hesab edirik ki, alimlərin də məsuliyyəti bundan ibarətdir ki, bu çağırışa elmin inkişafına öz bütün güclərini sərf etsinlər. Müasir şəraitdə Azərbaycan elmə diqqəti artır, il artır. Burada həm sosial işlərin həll olunması, maaşların artırması, böyük addımlar atılıb. Elm sahəsinə ulu öndərimiz Heydər Əliyevin dövründən çox böyük önəm verilmişdi, qiymət verilmişdi və bu gün də Cənab Prezidentimiz hörmətli möhtərəm İlham Əliyev tərəfindən çox böyük diqqət yetirilir elm sahəsinə və elmlə bağlı, elmin inkişafı ilə bağlı çox diqqət yetirilir və Cənab Prezidentimizə mən minnətdaram ki, belə bir qurultayın keçirilməsi gün təşkil olunubdur və yüksək səviyyədə keçirilir. Biz hazırda Azərbaycanda ölkəmizdə yaradılan bu elmə verilən yüksək dəyərdən dolayı biz Respublika rəhbərliyimizə, xüsusən də Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, elmə bu yüksək qayğını göstərir, dəstəyi göstərir və hesab edirik ki, bu dəstəklərin sayəsində Azərbaycan yaxın zamanlarda digər sahələrdə olduğu kimi tibb elmində də xüsusən də innovativ inkişaf sahəsində böyük irəliləyişlər qət edəcəkdir.
Çıxışlardan sonra Azərbaycan alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə Azərbaycanda dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmalarda Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyasının müddəalarından irəli gələn vəzifələrin rəhbər tutulması bəyan edilib. Azərbaycan alimlərinin birinci qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Elşad Həsənli, Zaur Ağamir, Bəxtiyar Babayev, Tural Orucov xəbərlər.